Deməli, hər dəfə Kosalar kəndinə gələndə evimizin həyətinə dönməmiş qayıda bilmirəm. Bax, gördüyünüz bu poçt kutusu da bizim illər öncə evimizin həyətində girəcəyində olubdur. Çox xatirələr, xəyallar canlanır. İnsan bu yerlərə gələndə, ata-baba yurduna gələndə həqiqətən çox xoş oluruq, çox yarım qalmış gözəllikləri, məqamları, yaşamadığımız o həyatların beynimizdə canlandırılması prosesi baş verir. O zamanlar poçt kutuları ilə insanlar bir-birlərinə məktubları göndərirdilər. İndi bu elektron poçtlar bunları əvəz eləyir. Çox istəyərdik ki, gələcəkdə Kosalar kəndi, eləcə də bizim bu evlər yenidən demək, insan yaşaması üçün şəraitlər qurulaydı. Bir simvolik olaraq gələcəyə sanki bir namə göndərirəm. Bax, bu yazını da bura xəyali olaraq yerləşdirirəm. Sanki bizim evimiz buradadır. Yenidən bura məktub gəlib və çox-çox əvvəllərə qayıtdı. Belə, dostlar, Kosalar kəndində 33 il bundan öncə yarımçıq qalan o qədər məqamlarımız var ki, beləliklə bugündən biz öz həyatımızda poçt kutumuzu yenidən yerləşdiririk. Bu bizim evimizin həyatında başladığımız ilk iş olsun. İnşallah yazda gəlib həyatımızı biraz da abadlaşdırarıq. Çok maraqlıdır, çok gözəldir. Həqiqətən bir böyük bir sevinç yaşadım. Bu dəmir parçası, bu paslı dəmir parçası yenidən bir zövq, yenidən bir həyata qayıtmaq daşıyır. Bax, bu da Kosalar kəndində həyətimizdə tapdığımız, vaxtilə Kosalar kəndinin əkin ərazilərində işləyən bir kotanın demək dişidir. Bu da kəndimizin vaxtilə bərəkətli torpaqlarını becərmək üçün istifadə olunub. İndi bizim həyata necə gəlib onu dəqiq bilmirəm, amma bu günləri bizim həyətimizdədir. Bu da Allahın izni ilə kəndimizə, elimizə, obamıza bərəkət gətirər deyə düşünürəm və burada yerləşdirək. Gördüyünüz bax, bu evimizin həyətinə gələn su borusudur. Bu qarşı hissədə təxminən 1 kilometr yuxarı hissədə Qızılqaya deyilən yerdən atamın çəkib gətirdiyi su xəttidir. Çox maraqlı incəlikləri sizə göstərmək istəyirəm. O dövrdə suların dolmaması üçün atamın burada əllərinin, barmaqlarının izləri var, əziyyəti var. Görürsünüz, şüşəli pambıq deyirdik. Bunların içərisində şüşə material var. Çox isti olur. Yəni bununla borunu izolə etibdir ki, su donmasın. Və buradan düz qalib baş hissəyə qədər, qayanın o tərəfinə qədər olan hissədə demək, bu demək, üzləməklə boru üzlənibdir ki, suyumuz donmasın. Təxminən 45 il əvvəl bu su xətti çəkilibdir. Çünki müharibədən bəlkə vəziyyəti vaxtı hesablayanda 33 il keçib. Ondan da bir 10-15 il əvvəldən bizim bu suyumuz olub. İndi çox təəssüflər olsun ki, budur və ya bu boru ilə su gəlmir. Amma suyun gözü də yerindədir, bulaq da yerindədir, budaqlar da yerindədir. Yerində olmayan böyüklərimizdir, kəndlilərimizin bəziləridir. Amma onların da əminəm ki, ruhları, xəyalları bax elə buralardadır. Onları biz əvəz eləməliyik, biz onların yolunu davam eləməliyik. 11 yanvar 2026-cı il Xocalı Kosalar kəndi. Hal-hazırda evimizin yaxınlığındakı meşəlik hissədəyik. Görürsünüz, burada
gülün üzerində səhər jaləsi də var. Bu qar çiçəyi dediyimiz bir güldür. Kosalar meşələrində əmələ gəlir. Yazda bütün ərazilər xalça kimi, bütün ərazilər bu güllə bəzənəcək. Amma yanvar ayında havanın isti keçməsi nəticəsində bu güllər yenidən burada əmələ gəlib. Onun digər rəngini də göstərim. Bax, burada ağ rəngi də var. Azca sarıya çalır. Demək, yaz qabağı o qədər gözəl bir görüntülər bəxş eləyir ki, bu güllər bütün meşələr, yəli meşələri, kosaların bütün tərəflərində bax bu çiçəklərdən əmələ gəlir. Dostlar, hal-hazırda kosalardayıq. Qarşıda görünən bu gözəl cənnət mahal Xankəndi şəhəridir. Bir dənə baxaq ora. Görün necə gözəlliklər var. Sol hissəyə gəldikdə isə Xocalının kəndləri görünür. Ondan uzaqda isə Böyük Qafqaz dağları görünür. Lap başı qarlı dağları görürsünüz. Biraz sola gəldikdə isə Ağdərə hissədən daha yaxşı müşahidə olunan Murovdağ hissəsinin başı qarlı zirvələrini görürük. Və Kosalar həqiqətən gözəl məkandır, gözəl diyardır. Həm də strateji bir yerdir. Yüksəklik olaraq Kosalardan ətrafda olan bütün bölgələrə hakimlik etmək mümkündür. Birinci Qarabağ müharibəsində də Kosalar misilsiz igidliklər göstərib. Bugün də şükürlər olsun ki, Kosalar kəndi artıq bizim öz əlimizdədir. Şükürlər olsun bu günlərə, nə deyim, bundan gözəl, bundan xoş günlər nə ola bilər ki? Allah bütün bu torpaqların azadlığı uğrunda canlarından keçən bütün qəhrəmanlarımıza da qəni-qəni rəhmət eləsin. Var olsun cənab prezidentimiz, dövlətimiz. Artıq biz Kosalarda, Şuşada, Xocalıda azad yaşayırıq. Bu torpaqlarda doya-doya gözəlliklər görürük. Yaşamadığımız o gözəl günləri yenidən yaşamaya başlamışıq.